Hakimin duruşu, jestləri və baxışları. Bəzən bu suala müxtəlif hakimlər müxtəlif formada cavab verə bilərlər. İdmançılara və məşqçilərə hansı mesajları verir? Hakim qaydaları bilməsə və o qaydalara anında reaksiya verməsə, o tələyə düşə bilər. Hakimlərə tərəf deyil, məşqçilərə tərəfəm. Əsl məşqçi, bir var məşqçi kimi görünən, bir də var əsl məşqçi. Mən o məşqçilərin tərəfindəyəm. Hesabat xarakterli etirazlar nümayiş etdilər, amma səhv olaraq. Gəlin baxaq Olimpiya oyunlarına. Olimpiya oyunlarında elə bir səhv oldu ki, özdə bir neçə səhv oldu ki, onu bizim zona yarışlarında, yoldaşlıq görüşlərində belə o hakimlər o səhv eləməz. Doğrudur. Məsələ o səhvdədir. Bəli. Bax, Olimpiya oyunlarında gördüyüm o səhvləri edən hakimlər bugünkü gündə arenada yoxdular. Salam Gündüz müəllim, xoş gəlmisiniz. Salam, xoş gördük. Bugün Sport Talk'ın izləyiciləri Azərbaycan Taekwondo Federasiyasının baş hakimi ilə bölümümüzü izləyəcək. Mənim sizə bir neçə dənə sualım var. İstəyirəm ki, onlar üzərindən müzakirə eləyək. Taekwondo idmanında hakimlərin qərarlarının bir yarışın taleyinə böyük bir təsiri var. Sizin fikrinizcə ideal hakim kimdir və onun başqalarından fərqləndirən əsas cəhətlər nələrdir? Aha. Deməli, belə deyək ki, ideal hakim olmaq üçün müəyyən məsafə yol qət eləməlisən. Müəyyən zaman lazımdır, vaxt lazımdır. Çünki bildiyimiz kimi idman durmur, dayanmır. Davamlı olaraq hər idmançı da, təşkilatçı da, ümumiyyətlə dünya dəyişir. Dünya bilirsiniz ki, davamlı olaraq irəli gedir. Dünyada heç bir hadisə geri getmir. Ona görə də hakimlikdə də qaydalar dəyişir. Ona görə zaman, vaxt dedim ki, yəni müəyyən məsafədə o illərə bağlıdır. O məsafəni qət eləməlisən ki, əvvəlki qaydalardan yeni qaydalara qədər mükəmməl formada ilk növbədə belə deyək də teoriya bilməlisən. İkinci, onu dərk eləməlisən. Üçüncü, onu tətbiq eləməlisən. Və o tətbiqin içində eyni zamanda da sənin arxanda idmançı karyeran durmalıdır. İdman həyatın durmalıdır. Çünki hər bir verilən qərar bir növ sən idmanda olduğun zaman məşq etmirsən, o müəyyən reaksiya, müəyyən qərarların tezliyi, yəni sən bunları teoriyanı bildin, müəyyən məşqin də var arxanda, yəni arsenalında bir məşq prosesi də varsa, o düşdüyün situasiyanı, əgər o düşdüyün situasiyaya düzgün gördünsə, dərhal beyin qərar verməlidir. O qərardan da əlbəttə bir sualı mən gözləmirdim açıq səndən, birdən-birə mövzuya belə cəld giriş elədin. Amma gördüyün situasiyanı dərhal ana qaydaya istinad edib jestlərlə qərar verməlisən. Ona görə də ideal hakim davamlılıq istəyir. Davamlı gərək məşğul olasan bundan. Bir növdə orada hardasa bir 15-20% vərdiş də var. Vərdişlər də var. Yəni beynin verdiyi qərarı, düzgün qərarı bədən yerinə yetirməlidir anında. Hətta olur ki, bəzən o situasiyanı görürsən, amma reaksiya çatmır. Ani gecikmə də olanda müəyyən etirazlara səbəb ola bilər. Ona görə ideal hakim, o suala qayıdıram, ideal hakim olmaq üçün zəhmət, əziyyət və zaman lazımdır. Hakimin duruşu, jestləri və baxışları idmançılara və məşqçilərə hansı mesajları verir? İlk növbədə mən deyim sizə, burada əsasən insan faktorudur.
Çünki həm məşqçilər, həm təşkilatçılar, ümumi idmanda hər bir insan faktoru əsas öndədir. Bəli. Və ilk növbədə soyuqqanlılıq, sonra əgər belə deyək də, hər bir insanın 6-cı hissi var. Hər bir insanın var. O kim deyir, bəziləri görürsüz, deyir ki, mənim 6-cı hissim çox yüksəkdir. Bəziləri deyir ki, mənim 6-cı hissim bunu dedi. Bəli. Ona görə də o 6-cı hiss hər bir adamda var, hər bir insanda var. O baxışdan da olur, o ümumi idmançının özünü gələn zaman hakimin görkəmindən də olur. Onu hiss edir. O bilir ki, hakim bilir ya bilmir. Eyni zamanda da məşqçi. Onu hiss edir. Bəzən idmançı da, məşqçi də hakimi manipulyasiya eləyə bilər. Hakim gərək ona izin verməsin. Ona görə eyni sizin verdiyiniz sual birbaşa hakimin özünə aiddir. O manipulyasiya eləməlidir. Həm məşqçini, həm idmançını və özünə ilk baxışdan belə ram etməlidir onları. Çünki belə deyək də, Korey dilində deməyim, yəni yəqin tamaşaçılarımıza da biz bura tam taekvondo kütləsi baxmayacaq bura. Bura əsasən ümumi idman kütləsi baxacaq. Ona görə mən bugünkü indim dayang deyim, yox. Yəni hamının başa düşəcəyi dildə deyim. Döşək, taekvondo döşəyinin rəhbəri, ağası hakimdir. Bəli. Qaydaları o qoyur. Bəzən suallar çıxır. Deyirlər ki, yarışın hakimi ümumiyyətlə yarışı idarə edən idmançılardır. Sizcə həqiqətən belədir? Yox, deməzdim. Çünki bunu da bəzən bu suala müxtəlif hakimlər müxtəlif formada cavab verə bilərlər. Amma mən öz təcrübəmlə, özümün keçdiyim illərlə yox. Xeyr. Çünki olub, cəhdlər olub, öz təcrübəmdə olub. Məşqçi də, hakim, idmançı da cəhd eləyib və yaxud başqa bir yarış keçirilən ölkə belə, onun təşkilatçıları da belə manipulyasiya eləməyə öz idmançısına qarşı əlbəttə ki, belə götürəndə yarış keçirən ölkə əlbəttə istəyər ki, öz idmançısı ən yuxarı kürsüdə olsun, bayraqlardan ən yuxarıda olsun. Bu aksiomadır. Hətta onlar belə hakimə belə deyək, təzyiq demirəm, çünki belə şey yoxdur. Amma manipulyasiya edə bilər. Amma hakim qaydaları bilməsə və o qaydalara anında reaksiya verməsə, o tələyə düşə bilər. Doğrudur. Sizin karyeranızda məşqçilik də olubdu. Bəli. Bu istiqamətdən də keçmisiniz. Bir məşqçi olaraq ringin kənarında dayanan zaman hakimlərin qərarlarına hansı gözlə baxırdınız? Düz qərara düz baxmışam. Olub məşqçi kimi də bəzən o qərarları yarış qaydalarını əzbər bildiyimə görə o hakimin bilmədiyini hiss edirdim. Və o öz tələbələrim də bilir. Bəzən olub səhv eləmirəmsə bir yarış idi. Yəni sualın əvvəlinə qayıdacağam, amma birbaşa ana xəttinə keçimdə. Bir yarış idi. O yarışda milli yığma komandamızda bir 54 kiloqramda Mikayıl Əliyev deyilən bir idmançımız vardı. Çox perspektivli idmançı idi, amma əfsus ki, idmanı tez buraxdı. Və mən məşqçi olaraq o zaman kart sistemi yeni gəlmişdi. Bir döyüşə yadımdadır ki, bir raunda 9 dənə kart çıxartdım və 9-u da yəni qərar qəbul olundu. Yəni orada hakimin səriştəsiz olduğunu hiss eləmişdim. Və sualınızın əvvəlində məşqçilikdə o də şəkilçisini artırdınız, xeyr, məşqçilik. Çünki mən karyeramı məşqçiliklə başlamışam ilk növbədə 98-ci ildən 2014-cü illərdə bütün sahələrdə baş məşqçi vəzifəsində işləmişəm.
öz klubumda olub, öz klubumda 14 il ardıcıl olaraq Respublika çempionu olub, kubok götürüb və idman mütəxəssisləri də bilir ki, birincilik əldə edən medalların sayı idi, qızılların sayı idi. Məsələn, biz 14-16 qızıl medal götürəndə ikinci yerdə gələn komanda 4 qızıl medalla ikinci yerin kubokunun sahibi olurdu. Ona görə də o dəl şəkilçisini mən biraz orada artıq gördüm. Məşqçiliklə başlamışam, amma eyni zamanda da ümumiyyətlə insan olaraq həmişə öyrənməyi və hakimliyi də əlavə bir öz məşqçiliyimə, özümün idman karyerama, bir peşə olaraq, sahə olaraq öyrənməyi özümə vəzifə bilmişəm və getmişəm. O sahəyə də baş vurmuşam. Bəli. İndi baş hakim kimi eyni hisslərə necə yanaşırsınız? Hansı hisslər? Əvvəl məşqçi kimi hakim kənardan izləyirdiniz, indi baş hakimsiniz və döyüşü necə izləyirsiniz? Aha. Baxın, mən hakimlərə də deyirəm, davamlı olaraq seminarlarda da deyirəm. Mən hakimlərə tərəf deyiləm. Baş hakim olsam da hakimlərə tərəf deyiləm, məşqçilərə tərəfəm. Çünki məşqçi əziyyəti bilirəm nədir. Amma o məşqçilərə tərəfəm ki, həqiqətən o qaydaları yaxşı bilsin, öyrənsin. Ötəri keçməsin. Bir var, belə deyək də, sözümü biraz istiqamətləndirim bir başqa bir tərəfə. Bir var rəqqas, professional rəqqas. Bir də var gözəl rəqs edən. Gözəl rəqs edənlə professional rəqqasın arasında yerlə göy qədər fərq var. Bir var musiqi duyumu olan, bir də var musiqiçi. Musiqi duyumu olan ilk baxışdan cəlb eləyə bilər. Amma professional musiqiçi və yaxud rəqqas və yaxud əsl məşqçi, bir var məşqçi kimi görünən, bir də var əsl məşqçi. Mən o məşqçilərin tərəfindəyəm ki, qaydaları bilsin. Olur, yarışlarda ola bilər. Elə bir nöqtələr, elə bir kor-bucaqlar var ki, hakim onu görə bilməz. Mümkün deyil. Çünki məsələn, bir tərəfdə dayanıbsa, solunda dayanan rəqibin sol əlini görməyə bilər. Amma kameralar dörd bir tərəfdə var. O kameralarda məşqçi gərək onu görsün. Və taekwondo qaydalarında ədaləti bərpa eləmək üçün, ümumi yarışda olan narazılıqları aradan qaldırmaq üçün Ümumdünya Taekwondo Birliyi bunlar kart sistemi, video təkrar sistemini tətbiq edə bilər. Məşqçi gərək ağıllı olsun. Hakim görməyə bilər. Elə bir prizmada, elə bir baxış bucağında ola bilər ki, rəqibin əlini görməyə bilər, ayağını görməyə bilər. Bəs məşqçi insanlıq halında o görməlidir. Doğrudur. Amma bir də var, bəzi məşqçilər heç onları görmür, səbəbsiz yerə də haykü qaldırır. Bəzən mən hərdən məşqçilərə deyirəm, bəlkə də eşidənlər özlərini tapacaq. Baxın, bəzən məşqçi öz işinə məsuliyyətli yanaşmır. Sadəcə zərbə vura bilirəmsə mən və yaxud gedib imtahan verib qara kəmər almışamsa, deməli mən məşqçi ola bilərəm. Xeyr. Məşqçilik ilk növbədə elm tələb edir. Mütaliə tələb edir. İnsan psixoloji sən hazır olmalısan. Özün birinci nümunəvi olmalısan, sonra idmançıdan nümunə tələb eləməlisən. Məşqləri yüksək səviyyədə keçməlisən. Bilərək proqram şəklində keçməlisən. Amma əfsuslar ki, var, dünyanın hər yerində var. Mən tək bunu Azərbaycana şamil eləmirəm. Bütün idman növlərinə, bütün dünyanın hər yerində bəzi məşqçilər var ki, məsələn, bilmir, amma valideyn tələb edir axı. Əgər öz evladını bir məşqçinin yanına qoyubsa və valideyn şuurunda hər məşq zirvəyə deyək də, dünya çempionluğuna, olimpiya çempionluğuna bir addım kimi öz evladını yaxınlaşmış kimi hesab edir.
O səriştəsiz müəllim bəs. Amma o onu fikirləşmir. Fikirləşmir və yarışda turnirlərdə məğlubiyyət olanda o bir növ dəfələrlə mən Bəli. şahidi olmuşam. Bir növ hesabat xarakterli etirazlar nümayiş Doğrudur. etdirir, amma səhv olaraq və yaxınlaşmışam məşqçiyə. Deyəndə o sakitcə mənimlə razılaşır. Bəli, düz deyirsiniz. Özümü saxlaya bilmədim. Amma Ancaq sonra tribunaya mən həmin adamı izləyirəm axıra. Onların özlərinin xəbəri yoxdur. Bundan sonra yəqin eləməzlər. İzləyirəm, gedir yenə də tribunada oturanda yenə də etiraz Bəli. jestlərini əlləri ilə etiraz Bəli. sanki valideynəmi, öz komandasının digər idmançılarına mı bir nümayiş elətdirir ki, bax mən düz idim, hakim məni uduzdurdu. doğrudur. Yəni belə hallar var, amma gərək məşqçilər belə eləməsinlər. Belə məqamlarda valideynlər sizcə necə seçim eləməlidir? Əfsuslar olsun ki, xarici görünüşlə və yaxud da bəzən görürəm açığı bəlkə yaşımdan irəli gəlir, yaxud təcrübəmdən irəli gəlir. Bəzən olur ki, məsələn, məşqçilə mən sosial şəbəkədə paylaşımlara pis baxmıram. Mən. Özüm çox az istifadə edirəm, izləyirəm, amma olduqca az istifadə edirəm sosial şəbəkədən. Sadəcə informasiya xarakterli sosial şəbəkələrə baxıram. Amma bəzən görürəm idmançı məşqçinin beyninə məhsuludur. Zəkasının məhsuludur. Bəzən amma mən məşqçiləri görürəm ki, öz beyninin məhsulunu deyil, öz əzələsini nümayiş elətdirir. Mən. Öz sanki zərbələrini. O da əfsuslar ki, valideyn onu seçə bilməz. Doğru. Yəni o da şansa bağlı bir nüansdır. Hansı bir valideyninsə şansına Mən. professional məşqçi düşə bilər, hansınsa qeyri-professional. Doğrudur, razıyam sizinlə. Hakimin obyektivliyini qorumaq üçün məşqçilərin davranışı necə olmalıdır? Heç bu məşqçinin emosiyası hakimə təsir etdi dediyiniz an olubmu? Cavan hakimlərdə olur. Mən. Çünki bilirsiniz, idmançı özü də meydan tələb eləyir. Gözəl aktyor Mən. səhnə tələb eləyir. Özünü ifadə etmək qaydası var da. İdmançıda da, hakimdə də çox şey bilmək olar. Amma onu özünü ifadə etmək qaydası doğru, düzgün olarsa, onda necə deyərlər, məşqçinin hakimin qərarlarına müdaxilə etməsi alınmaz. Yox, əgər hakim özü də özünü ifadə etmək qaydası aşağıdırsa, əgər döşəyə həyəcanla çıxırsa, öz həyəcanını qarşı tərəfə ötürürsə, onun mütləq manipulyasiya olunacaq. Ya məşqçi, ya idmançı və yaxud da elə məsələn idmançılar arasında yəqin şahidi olmusan. Elə hakimlər biz əsasən xarici ölkələrdə bəzən orada çox belə deyək də fərqli hakimlər olur. Çox zəif və çox güclü bir döşəyə düşür. Çox zəif və çox güclü. Və mən onu hiss edirəm, bəzi idmançılar o hakim döşəyə çıxanda bəziləri zəif hakimdən sevinir. Sanki döyüşdə 2-0 öndədir. Nədir? Yəni çünki bilir ki, o hakim artıq o emosiyanı verdi ona, o hissi verdi, həyəcan hissini verdi. Hakim onu verdirməməlidir. Bilirsiniz də, tək mimikası olmayan hər bir canlının mimikası var. Amma o cansızdır, düzdür. Bir şeyin, ölünün mimikası yoxdur. Hakimin görünüşü də ölü görünüş olmalıdır. Mimikası olmamalıdır. Qəddar obrazda olmamalıdır. Neytral. Normal, amma
o idman, nə idmançı, nə məşqçi o mimikadan heç nə hiss eləməməlidir. Müəllim, var ki, idmançılar bilirik biz məşq salonunda üzərlərində məşq edib səhvlərini düzəldirlər. Ancaq hakimin elə bir auditoriyası yoxdur. Yəni elə bir şəraiti yoxdur. O birbaşa seminarı keçir, müəyyən bir müddət tapşırıqları yerinə yetirəndə qaydaları təkrarladıqdan sonra gəlir yarış meydançasına çıxır. Və bu da təbii ki, hakimin səhv etmə ehtimalına təsir eləyir. Yəni insanlıq haldır. Çünki idmançının qaralaması zaldır. Amma hakimin yoxdur. Bu situasiyada məşqçilərin hakimlərə qarşı empatiya qurmağı niyə alınmır? Bilirsiniz, gəlin məşqçiləri də qınamayaq. Niyə? Səbəbini deyəcəm sizə. Yarışlar məşqçinin bir növ aynasıdır. Gördüyü işin aynasıdır. Əlbəttə ki, yəni deyirəm, bütün o dediyin məsələlər çalışan məşqçilərə, əziyyət çəkən məşqçilərə aiddir. Məşq salonunda telefonla oynayıb elə-belə məşq etənlərə aid deyil və o əziyyət çəkən məşqçilər istəmir hakim səhv eləsin. Bəzən yəni deyirəm, əsas səhvi düzəltmək, səhvin üzərində işləmək təcrübəyə bağlıdır, zamana bağlıdır. Əsas qərəzli olmasın. Doğru. Və mən həm hakim kimi getdiyim yarışlarda belə həmişə çalışmışam ki, ilk növbədə qərəzli situasiyalara düşməyim. Qərəzli olmasın. Səhv edə bilən edirəm. Elə bir prizma, elə bir baxış bucağı var ki, qarşıda oturan idarə heyəti tutaq ki, yarışa baxır. Bu tərəfdən hər şey gözəl görsənə bilər. Doğrudur. Amma idarə heyəti yarışa öz bucağından baxmalı deyil. Hakimin bucağından baxmalı və yaxud da ki, baş hakim özü hakimin bucağından baxmalı, görməlidir. Bu tərəfdən mən görürəm səhv, axı bəlkə o görmür. Ona görə də məşqçiləri o sahədə qınamaq olmaz. Yəni də insanlığa bağlıdır. O da dərk eləməlidir. O da bilməlidir ki, qərəzli bir şey yoxdursa, səhv eləmək ehtimalı var. Amma əsas odur ki, gələn dəfə eyni səhv eləməyəsən. Amma bəzən hakim olur ki, öz üzərində çalışmır. Bir səhvi dəfələrlə ayrı-ayrı yarışlarda edir. Bax, problem budur. Deməli, o üzərində çalışmır. Məsələn, mən 2003-cü ildən Azərbaycanın ilk beynəlxalq hakimlərindən biri olmuşam. İlk. 2003-cü ildə. Artıq 22 illik hakimlik mənim təcrübəm var. Baxın, dəfələrlə yarışlar, o vaxtı böyük kasetlər, sonra yavaş-yavaş kasetlərin ölçüsü kiçildi, sonra ondan sonra disklər, cürbəcür bu dövrlər keçdi. Amma mən həm idmançılarımın məşq keçdiyim zaman yarışlarını çəkirdim, mən günlərlə vaxt sərf edirdim onları analiz etmək üçün. Və yaxud öz döyüşlərimi bugünkü günə qədər baxmayaraq ki, 22 illik təcrübəm var, hər yarışdan gələndə hansı İndi internet dövrüdür, hər şey onlayndır. Hansı döyüşləri idarə eləmişəm, özümdə qeyd edirəm. Yarışdan geri döndüyüm anda o situasiyalara bir də baxıram. Təkrar bir də baxıram. Yəni, gərək insan öz üzərində işləsin, çalışsın. Doğrudur. Bugün rəhbərlik elədiyiniz hakimlər kollegiyasında necə dəyərləndirirsiniz? Bilirsiniz, bir yaxın keçmişə keçsək, 2019-cu ildə federasiya tərəfindən belə bir təklif gələndə mən biraz onların təkliflərini düşünüm. Və ilk növbədə o zaman mən soruşdum ki, nə var? Hakimliklə bağlı nə var? Ədəbiyyatında nə var? Hakim sayı nə qədərdir, neçədir? Sadəcə o vaxtı mənə köməkçi, baş hakimin köməkçisi
Mənə bir damadama vərəqdə 12 nəfərin adı olan bir vərəq verdi. Və bütün həm ədəbiyyat, həm siyahı o idi. Yəni əgər işin ağası olmaq istəyirsənsə, sənətin qulluqçusu olmalısan. Yəni o baxımdan qərar qəbul olundu və işə başladım. İlk növbədə çalışdım bu hakimlik sənətini sevdirəm. Bunun gizli gözəl məqamlarını aşılayam. Sonra müəllim və hakimlər arasında düzgün kommunikasiyanı yaradım. Bəli. Əgər bunların arasında düzgün ünsiyyət və kommunikasiya olarsa heç bir problem olmaz. Və ondan sonra hakim axını oldu və bugünkü gündə 62 nəfərə yaxın yeni, indi hal-hazırda bölünür, bu yeni hakimlər seminardan keçmiş hakimlər inciməsinlər. Yeni və belə deyək də biraz təcrübəli hakimlərə bölünür, bu kateqoriyalara bölünür. Çalışıram ki, bunları öz bildiyim, öz keçdiyim, harda yıxılmışam, harda dizlərim qanayıbsa, harda büdrəmişəmsə, o yollardan asanlıqla keçirdim. Və hakimlər, belə deyək də, bir hakimlər toplumu deyim və yaxud hakimlər komitəsi mi deyim və onun tərkibində olan insanları mən həmişə bilirsiniz nəyə bənzədirəm? Təbiət verilişlərinə baxırsınız. Bəli. Orada bəzən qalın sıx meşələr görsənir. Və siz bundan sonra bir də baxın, bir də müşahidə edin. Və o yaşıllıq, böyük ağaclar, nəhəng ağaclar olan meşələrdə siz bir çürümüş, qurumuş ağac tapa bilməzsiniz. Heç zaman olmur. Səbəbi bilirsiniz nədir? Bəlkə də o meşədə həşəratlar da var, o meşədə ziyanvericilər də var, yırtıcılar da var, ağacla, yarpaqla qidalananlar da var, xəstəlik yayanlar da var. Amma bilirsiniz niyə o ağaclar həmişə sağlam və inkişaf eləyir, görürsünüz gözəl təbiət yaranır. Çünki kökdən bir-birinə bağlıdır. Əgər bir xəstəlik olarsa, bütün köklər birləşərək o xəstəliyi aradan götürür. Hakimlər komitəsi də elə olmalıdır. Səhv olarsa, o səhvi düzəltmək üçün bir yerdə çalışmaq lazımdır. O səhvi yaradacaq və yaxud o təcrübəyə bağlı ola bilər, o bağlı ola bilər yeniliyə, o bağlı ola bilər qaydaların mənimsənməsinə, o bağlı ola bilər hakimin biraz o qaydanın üzərindən ötəri keçməsinə. Ona bağlı olan əsası odur ki, o səhvi aradan qaldırmaq üçün birlikdə, kollektiv şəkildə çalışasan. Bax, onda gözəl nəticə əldə eləmək olur. Yoxsa hamı səhv edə bilər və bugünkü gündə gəlin baxaq Olimpiya oyunlarına. Olimpiya oyunlarında elə bir səhv oldu ki, özdə bir neçə səhv oldu ki, onu bizim zona yarışlarında, yoldaşlıq görüşlərində belə o hakimlər o səhv eləməz. Doğrudur. Amma əsas odur ki, əgər o səhv varsa, o səhvi aradan qaldırmaq üçün bir olub, o ağacın kökləri deyirəm, birləşir, o ağacı sağaldır. Hamı əllə verib, o səhvi aradan götürsün. Ən azından bir hakimin bir təcrübə qazandı artıq. Yoxsa səhv edəni davamlı itələ, davamlı çıxar, sən bunu filan vaxtda bu səhv elədi, elə olmaz. Çünki özümüz də nə zamansa, ən yaxşı hakimlər belə nə zamansa yeni olublar, səhv eləyiblər. Və ən yaxşı, dünyanın ən yaxşı hakimi, Avropanın ən yaxşı hakimi,
Olimpiya oyunlarının ən yaxşı hakimi olana qədər onlar da nə qədər səhv eləyirlər. Əsas onda onları o zirvəyə gətirən yəqin ki, o Etdikləri səhvlərdir. səhvlər həm də o birlik olub ki, o səhvləri bir də eləməyiblər. Düzdür. Bəzən deyirlər ki, beynəlxalq yarışlarda qərarlar arxada gizli təsirlər verilir. Sizin bu haqqda mövqeyiniz nədir? Azərbaycanda olan hakimlər belə bir baskı hiss ediblərmi? Bir də sualımız bizim aiddir xarici Bəli. beynəlxalq Kənar yarışlarda təsirlərinin olması. ki, hakimlərə kənar təsir olunur, süni şəkildə Qərar güclü idmançıya yox, zəif idmançıya tərəf qərar. Gəlin belə deyim, mən özüm açığı bu yarışların içərisindəyəm. Hal-hazırda bilirsiniz, dünya taekvondosunda elektronik sistem Bəli. meydana gəlib. Bəli, əvvəl var idi. Hansı ki, insan faktoru idi, düymədən asılı idi. Belə deyək də, bu taekvondoçular arasında köhnə taekvondo, yeni taekvondo. Köhnə stil və yeni stil. Köhnə məktəb, yeni məktəb deyilən bir təbəqəyə bölünüb. Bir qrup dünyada, həm də Azərbaycanda insanlar köhnə stil taekvondonun daha gözəl, daha dinamik, daha sürətli olduğunu, bəziləri bu yeni stili bəyənirlər. Amma indi hal-hazırda elektronik sistem çıxmaqla və yaxud onun tətbiqi təkmilləşir və o dərəcəyə çatıb ki, mən belə başa düşürəm, insan faktorundan az istifadə etmək üçün. Çünki hər bir şey elektronikdir. Əgər sən düzgün idmançısan, çalışmısansa, məşqçin daha ağıllıdır, daha zəkalıdır, taktikləriniz yüksək səviyyədədir. Ev tapşırıqlarınız, yarışlar bilirsiniz ki, ev tapşırıqlarından ibarətdir. Bəzi yarışlar, əsasən xüsusən Olimpiya oyunlarının baxın, bütün döyüşlərə baxsaz, döyüşlər ev tapşırıqları üzərində qurulmuş taktiklərdən ibarətdir. Bir addım, bir element səhv eləmirlər olar. Əgər bu formada olarsa, kənar qüvvəni hiss eləmirəm. Amma baxın, dediyim o səhv var ha. Bax, məsələ o səhvdədir. Bax, Olimpiya oyunlarında gördüyüm o səhvləri edən hakimlər bugünkü gündə arenada yoxdular. No. Çünki onların da arxasında ola bilər, nəsə bir dayana bilər. Onlar da mən bilərəkdən qərəzli və qərəzsiz, amma mən həmən o olan səhvlərin bəzilərini qərəzli gördüm. Bəzi şeyləri açıqlamaq istəməzdim. Çünki məcbur olub ölkə adı çəkməliyəm. Amma biz özümüz hakimlər seminarında bu haqqda biz dərsliklərə və yaxud da videolara baxmışıq. Və bəzi idmançılar, ölkənin idmançıları onlara hədiyyə olundu. Olimpiya çempionluğu. Gülsüm, bugün Azərbaycan idmanını necə qiymətləndirirsiniz? Bilirsiniz, hər bir şey nəticəyə bağlıdır. Hər bir şey. Nəticə əgər yaxşıdırsa, deməli o nəticəyə aparan yol da yaxşıdır. İstiqamət düzgündürsə, deməli nəticə də yaxşıdır. Yox, istiqamət səhv səmtdədirsə, strategiya səhvdirsə, yenə də nəticəyə bağlıdır. Və həmişə də bütün idman növlərində eniş və yoxuşlar var. Taekvondonun özündə də eniş və yoxuşlar. Bəzən favorit olan komanda, favorit olan idmançılar bir komandanın içində, belə deyək, 10 çəki dərəcəsidir, 8 çəki dərəcəsidir böyüklərdə, gənclərdə 10, yeniyetmədə 10. Əgər bunlar bütün çəki kateqoriyanın favoritlərimiz varsa, nəticə verirlərsə, bunlar artıq qalxan komandanın. Axı, onların da bir zamanı var. Yaxşıları var,
resursları var. Mən həmişə cavan müəllimlərə deyirəm ki, talantlı idmançının resursundan istifadə etməyin. Çünki resurs bəlli qədərdir, müəyyən qədərdir. Gözəl texnika, gözəl nümayiş, gözəl belə deyək, demonstration, gözəl zərbələr edə bilər. Əgər resursu bitibsə, o heç bir nəticə verə bilməyəcək. Çünki vurmaq, qazanmaq, udmaq, xal almaq siniri ölür. Resurs bitdikcə. Ona görə də idmançını resursundan boşu-boşuna istifadə etmək olmaz. Ən azından heç olmasa elə tərzdə məşq etmək lazımdır ki, idmançı 14-dən 28 yaşına qədər yaxşı nəticə verə bilsin. 28-dən 31, 32, 33 yaşında mən idmançıları alqışlayıram. Yəni ki, ora qədər qalırlar və nəticə verirlər. Nəticə o da talanta bağlıdır. Bu gün beynəlxalq dərəcəli hakim olaraq siz yeni başlayan gənclərimizə, yeni başlayan məşqçilərimizə, hətta bu sferada olan valideynlərimizə nə tövsiyə edirsiniz? Hakim baxışından. Hakim baxışından, bəli. İlk növbədə öyrənmək, mütaliə etmək. Heç bir bu asandır, bu yeri keçərlidir. Bunu bilirəm. O deyir, bir misal var. Bunun üstündən keçək. Bu yadımdadır, yox. Hər bir nöqtə vergülə qədər ilk növbədə qaydaları bilmək. İkinci çalışmaq, öz üzərində çalışmaq, mütaliə eləmək. Bəzən döyüşlərdə kənar bilgin belə, əgər psixologiyanı bilirsənsə, o sənə bilgi mütləq yarışlarda sənə kömək edəcək. Mütləqdir. Yəni bilgin, elmin əgər əlavə mütaliən varsa, mütləq sənə kömək edəcək. Öyrənmək, çalışmaq və davamlılıq. Mən bu misalı çəkməyi çox sevirəm. Olduqca. Baxın, heç mağaralarda olmusunuz, dərin mağaralar. Olmamışsınız. Xeyr. Onda bu bəzən YouTube-da bu gözəl mağaralar var və mağaralardan, yuxarılardan damcı-damcı su axır daşların üzərinə. Və yaxud dalğalar qayalıqlara çırpır. Dəniz sakit olanda o qayalıqlara fikir vermisiniz, necə əsrarəngiz bir naxışlar əmələ gəlir burada. O naxışları yaradan nədir? Su damcıları eyni yerə düşür, oyuq açır və oyuqdan müəyyən qeyri-adi bir gözəllik yaranır. Və o davamlılıqdır. Su gücsüz, maye şəklində, zərif, qaya sərt, möhkəm. Amma görürsünüz, o davamlı ora damcıladıqca necə gözəl naxışlar. Bax, idman da odur. Davamlılıq, çalışmaq, usanmamaq, yorulmamaq. Bəzən idmançı həyatında və yaxud valideynin özünə bəsdir dahi, yoruldum. Quyu var, qazarsan 2 metrəlikdən su çıxır. Amma o su çox getmir, sonra quruyur. Amma quyu da var 10 metr, 15 metr. Usanmırsan, yorulursan, amma oradan elə bulaq çıxar ki, suyu tükənməz. Ona görə davamlılıq və çalışmaq. İnşallah bizim də idmançılarımız, məşqçilərimiz davamlı olaraq çalışarlar, öyrənərlər. Hakimlərimizi bilmədən yargılamazlar. O biraz, bilirsiniz, insan özünün də psixologiyasına bağlıdır, xasiyyətinə bağlıdır, egosuna bağlıdır. Elə insanlar var, öz səhvlərini görmək istəmirlər və həyatda düşdükləri uğursuzluqları başqasının üstünə atmaq istəyirlər. Bəli. Amma gəlin biz yaxşı professional məşqçilərdən, yaxşı məşqçilərdən danışaq. Bəli. Qeyri-professional, pis insan yoxdur. Mən insanları pis demək fikrim də yoxdur, niyyətim də yoxdur. Amma o
egosu olan, öz səhvini görməyən, özünə kənardan baxa bilməyən, özü qərəzli olan adamlar qarşı tərəfdən həmişə şübhələnir. Axı özü qərəzlidir o. Doğrudur. Özü xofludur, özü xaindir, özünün əlində olsa o onu eləyər axı. O elə bilir ki, qarşı tərəf, amma əsas qərəzsiz olmasın. İnşallah ki olmaz. Gəldiyiniz üçün təşəkkür edirəm Çox sağ müəllim. olun. Mənim üçün çox xoş oldu. Sağ Əminəm olun. ki, bu bölümü izləyən gənclər üçün də çox öyrədici və həqiqətən də özünə dərs götürüləcək məqamlar var. İnşallah ki, yaxşı olar. Tək olsun, tək olsun sizin işlərinizdə uğurlar arzu edirəm. Mən Çox sağ ol. sən özün də beynəlxalq dərəcədə hakimsən. İndi bilməm verilişin formatında bu var yoxsa yox. Yəni ki, sənin deyil. haqqında idmançı olmusan, yaxşı idmançı olmusan, zamanında keçmisən hakimliyə, indi çalışırsan. Bəzən mən biraz sözü Deyil. deməyə xoşlayıram. Bəzən olur, sənin də o təcrübəsiz anların oldu. Əsas odur ki, ümumiyyətlə bütün insanların ən çox xasiyyətlərində dəyərləndirdiyim bilirsiniz nədir? Çalışmaq, usanmamaq, öz üzərində işləmək. Bax, o gözəldir. O insanı irəli aparır. Kənardan olsun. Olacaq. Həmişə olacaq. Həmişə olacaq. Həmişə olacaq, amma yetər ki, sən öz üzərində dayanarsan, çalışasan və buranın səndən öndə gedən hakimlərin və yaxud da məşqçilərin, idmançıların kəşf etmədikləri yeri sən kəşf edəsən. Bax, bu əsas məsələdir. İnşallah. Uğurlar arzu edirəm. Çox sağ olun müəllim. Mənə də çox xoş oldu. Yəni gözlənilməz oldu, həm də xoş oldu. İnşallah ki, yaxşı olar.